Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq mərc edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edilmişdir. 18 oktyabr 2020-ci il. Xudafərinin əsirlikdən azad olunmasından 5 il ötür. 5 il əvvəl məhz dövlət müstəqilliyinin bərpası günündə Prezident İlham Əliyev 27 il erməni tapdağı altında qalan Xudafərin kəndi və tarixi Xudafərin körpüsünün azad olunması müjdəsini verib. Xudafərin kəndi sərhəddə yerləşdiyindən və orada tarixi Xudafərin körpüsünün də olduğunu nəzərə alsaq, deyə bilərik ki, burada hərbi əməliyyatların aparılması xüsusi incəlik tələb edirdi. Azərbaycan ordusu da bunun öhdəsindən məharətlə gəldi. Belə ki, işğal dövründə Cəbrayıl rayonunun Kavdarı və Mirək kəndləri istiqamətində düşmənin 3-cü səddi yerləşirdi. Azərbaycan bölmələrinin qarşısının alınması məqsədi ilə yaradılan bu sədd Araz boyunda Cəbrayılın Əmrivarlı kəndi istiqamətindən başlayaraq rayonun yuxarı hissəsindəki adsız yüksəkliklərə doğru davam edirdi. Sözü gedən ərazidə düşmənin daha çox müqavimət göstərməsinə baxmayaraq, ordumuzun döyüş qabiliyyəti, hazırlığı, torpaqlarımızın azadlığı uğrunda əzmi və fədakarlığı sayəsində düşmənin 3-cü səddi yarıldı. Ordumuzun qarşısında qoyulan əsas tapşırıqlardan biri də çətin relyefə malik olan Xudafərinin azad olunması idi. Xudafərin körpüsünə doğru irəlilədikcə strateji nöqtələr də düşməndən azad olundu və beləliklə 27 il sonra orada Azərbaycan bayrağı dalğalanmağa başladı. Azərbaycan tarixinin müstəqillik illərində, Vətən müharibəsində, qələbədə bizim üçün xüsusi önəm və əhəmiyyət daşıyan məsələlərdən biri də Xudafərinin azad olunmasıdır. Bilirsiniz ki, Vətən müharibəsində ilk qələbə Cəbrayıldan başladı. Ağır döyüşlərdə əsgərlərimiz torpaqlarımızı azad etdi və burada ən vacib, ən önəmli məsələlərdən biri isə Xudafərinin işğaldan azad olunması və Xudafərin istiqamətində bizim ordumuzun irəliləməsidir. Vətən müharibəsində ordumuzun düşmən üzərində qalib gəlməsindən 6 gün sonra 2020-ci il noyabrın 16-sında Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Cəbrayıla səfər etdi. Prezident şəhərdə və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Bu, xalqımız üçün təkcə hərbi qələbənin deyil, həm də milli qürurun, mənəvi zəfərin təntənəsidir. 30 ilə yaxın işğal dövründə darmadağın edilən, xarabalığa çevrilən Cəbrayıl rayonu, Xudafərin Qarabağın digər azad olunmuş əraziləri kimi tikinti və dirçəliş meydanına çevrildi. 2023-cü ilin mayın 4-də Prezident İlham Əliyev Xudafərin kəndinin təməlini qoydu. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında. Yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Layihələndirilən ümumi ərazi isə 25 hektardır. Baş plana əsasən burada 149 yaşayış evi tikiləcək.